Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan məşğulluğa dəstək layihəsi iştirakçılarına əlavə dəstək məqsədli maarifləndirmə görüşləri davam edir. Bu dəfə Sumqayıtda keçirilən görüşdə sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması layihəsi və həvəsləndirmə mükafatları müsabiqəsi ilə bağlı ətraflı məlumat verilib. Görüşdə bildirilib ki, sosial cəhətdən həssas şəxslər üçün əlverişli iş yerlərinin yaradılması layihəsi məşğulluğa dəstək layihəsi üzrə yaradılan kiçik bizneslərdə işçi qəbul edən benefisiarları əhatə edir. Bu çərçivədə işə qəbul edilən işçilərin əmək haqları, işə götürən və işçi tərəfindən ödənilən vergi və digər sosial ayırmaların ilk 3 ayı tam məbləğdə, növbəti 3 ay isə 50% Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək. Qeyd olunub ki, bu tip tədbir ilk dəfə Qubada keçirilir və digər bölgələrdə də təşkili planlaşdırılır.